Bir insan dindar olaraq Allah istəyən kimi dünyadan istifadə eləyəndə, onda elə bilməyin ki, dünyanın, o dünyəvi insanların dünyadan aldıqları ləzzəti almır. Vallahi elə o dünyəvi şeylərdən onlar aldığından daha artıq alır. And olsun Allaha, inanın buna. Biz elə bilirik ki, dünyəvi ləzzətlərdən qaçdınsa, səni Allah hara yönləndirəcək? Elə biz Allah deyir ki, sən nə desən onu eləyərəm. Mən dünyanı seçim, axirəti. Allah da desə axirət, deyəcəksən ilahi neynim, deyəcəksən ancaq namaz qıl, oruç tut, zikr elə, otur güşənişinlikdə, yəni güşədə və otur bunlar elə. Elə bilirik bunu deyəcək. Xeyr, vallah belə deyil. Elə Allah da sən nə istəyirdin ha orada? Onların hamısına deyəcək get. Hamısına deyəcək get, amma mənlə get, həmişəkindən daha artıq ləzzət al. İndi burada beynimə bir sual gələ bilər ki, günahlara da, məsələn bir şey deyim sənə, məsələn. Tutaq ki, şərab içənlər. Şərab içirlər nə üçün? Ləzzət almaq üçün, hə? Allah sənə bir içki verər ki, sən Allahın eşqi ilə, Allahın o verdiyi suyu içərsən, o şərab içənin aldığı ləzzətdən daha artıq alarsan. Sən Allahın eşqi ilə bütün günahları gözünün qabağına gətir. Donuz əti yeməkdir günah. Bilmirəm, zina eləməkdir günah. Bilmirəm, şərab içməkdir günah. Nədir? Hər nədirsə, Allah onun alternativi ilə sənə o qədər ləzzət bəxş eləyər ki, o işi görənlərinkindən daha artıq olar. Ona görə də Allaha tərəf getmək, Allahdan yapışmaq əslində nələrisə Allah üçün buraxmaq deyil. Bəzən dindarlar belə düşünür və yaxud da dinə gəlmək istəyənlər belə düşünür və yaxud da biz təbliğatlarımızda belə deyirik ki, filan kəs gəl ev yoxdur ibadətə, o şeyləri ev yoxdur da, cənnətdə Allah ondan yaxşısı verəcəksən. Niyə cənnətdə? Burada verəcək hələ. Burada nədir ki günah? Günah 3 dənə, 5 dənə barmaq sayı olan bir şeylərdir və onların da hər birinin alternativi var. Əksinə sən dünya və dünyaya aid olan şeylərin hamısını Allahla bahəm olanda and olsun Allaha daha ləzzətli, daha keyifli istifadə eləyəcəksən. Dindarın aldığı, arifin aldığı ləzzət var, o almadan, o yatmaqdan, o və s. Onun keyfinə heç bir keyif çatmaz.